Sizcə geniş sahələrdə nəzarət niyə yarımçıq qalır? Təsəvvür edin, gecə hər şey sakit görünür. Səhər isə hasarın o bir tərəfində izlər görünür. Burada problem kameranın işləməməsi deyil. Problem onun uzağı görə bilməməsidir. Adi təhlükəsizlik kameraları yaxın göstərir. Uzaq məsafədə isə detallar itir. Perimetr uzandıqca kör nöqtələr artır. Kamera sayı çoxalır. Xərclər böyüyür. Bu məqamda klassik kameralar kifayət etmir. Burada artıq başqa texnologiya lazımdır. Problemin həlli isə daha onun uzun məsafəli perimetrin mühafizəsi kamerasıdır. Bu kamera geniş sahələr üçün xüsusi hazırlanıb. Tək bir cihazla yaxın, orta və uzaq məsafə eyni anda nəzarətdə saxlanılır. İnsan və nəqliyyat vasitələri 140 metrədək məsafədə dəqiq aşkarlanır. Bu kamera vasitəsilə təhlükə perimetrə çatanda yox, yaxınlaşan anda müəyyən edilir. Ağıllı infraqırmızı işıqlandırma gecə parıltını azaldır, uzaq məsafədə görüntünü itirmir. Kamera süni intellekt vasitəsilə insanı və avtomobili ayırd edir, heyvan, kölgə və təsadüfi hərəkətləri filtrdən keçirir. Yanlış həyəcanların sayını kəskin azaldır. Operator isə yalnız real risklərə reaksiya verir. Nəticə isə mükəmməldir. Daha az kamera sayı, daha az xərc, daha stabil perimetr nəzarəti.